Yeri gəlmişkən qurbanlıq üçün heyvan alarkən hara üst tutmağı bilirsiniz. Bu yarmarkalardır. Bayram süfrəsi açmaq istəyənin isə üst tutduğu ünvan bazarlardır. Bəs görəsən, burada vətəndaşın istəyi ilə maddi imkanları üst-üstə düşürmü? Elə bunu da əməkdaşlarımız araşdırıb. Baş çəkdiyimiz bazar hər zaman alıcı çoxluğu ilə fərqlənən yaşlı bazar oldu. Bazarda artıq indidən canlamaq hiss olunurdu. Necə deyərlər, alan kim, satan kim. Bayram süfrəsinə lazım olan təamlar isə müxtəlif qiymət aralığında dəyişir. Satıcılar sabahki qurban bayramı süfrəsinə lazım olan aşın lüsünün 1 kilosunun 1 manat 80 qəpikdən tutmuş 3 manata dək satıldığını deyir. Dediklərinə görə alıcı tələbatı da zəif deyil. Bunda məsəl üçün 50 kilo, 60 kilo satırıq. Optava qiymətdə. Optava 1 manat 73 qəpikdən Optava satırıq, 1 manat 80 qəpikdən də kilo. Aşın qarası üçün gərəkli olan ərzaqların qiymətində də fərqlilik nəzərə çarpır. Demək olar ki, hər qiymətdə şabalıd, qaysı, kişmiş almaq mümkündür. Şabalıd, soruşsan baş şabalıd 3 manatdır. Bunlar 4 manatdır, turşu kişmiş, qaysı da 5 manat. Ya, köynə qiymətlər, qiymət qalxmazlar yoxdur. Bazardakı piştaxtalarda satılan bu ətlərin alıcıları isə artıq qapıda idi. Satdığı qoyun və mal ətini Beyləqandan gətirdiğini deyən satıcı, hətta qurban bayramı münasibəti ilə sifarişlərin bir neçə gün bundan əvvəl verildiyini, ümumilikdə isə ət bazarına tələbatın yüksək olduğunu bildirdi. Hörmətinə tələbat çoxdur. Biz də qəşəng yerli heyvanlarda qoyunlardan kəsirik. Cəmaatın istədiyi kimi onlara satırıq. Qiymətləri həmişəki kimi 8 manatdan əti, 10 manat buz əti. Düzdür, hər bayramda olduğu kimi bu bayram qabağı da bazarlarda qiymətlərdə artım müşahidə olunur. Elə bazarlığını buradan edən alıcılar da ötən illə müqayisədə qiymətlərdə 2-3 manat artım olduğunu deyir. Bu qiymətlərdən razı olanlar da var, narazı olub bayram süfrəsi üçün məcbur bazarlıq edənlər də. Bahaçılıqla belə baxırıq, bahaçılıq. Məsələn, nədə gördünüz bahaçılıq? Demək o hamısında. Bayrama görə qaldırıblar qiymətini. Əti neçə hamısında? 12 manada belə tikət almışam, tikət. Düzdür, bazardakı qiymətlər xüsusi qaydalarla tənzimlənmir, amma bütün bunlara baxmayaraq Kənd Təsərrüfatı Nazirliyi xüsusilə bayram günlərində bazarlardakı qiymətlərə nəzarət edəcək.